Salam əziz valideynlər. Belə qərara gəldik ki, hər il olduğu kimi inşallah bu ildə mayın 15 izadı üçün gedək Qəbələyə. Onsuz avtobus tuturuq, adamın biri 30 manatda. Elə uşaq ana 30 manat eləsin, yəni 15 manatdan, 5 manatdan da müəllimə üçün yığay. Nədir ki, 30 dənə uşaq 5 manat 150 manat eləyir. Onun yarısını yeyib və yarısını da özünə verək də. Bax, vaxt ayırıb bizə gəlir, uşaqlarımıza vaxt ayırır. Qoy gəlsin, hər il gedirik bu ildə. İnşallah Qəbələyə gedirik. Kartımı atıram, pul atın. Ması sən yenə də belə beyvax vaxtı belə girirsən ortalığa. Mən Süloya desəm ki, Süleyman, Qəbələyə gedirik, Qəbələyə qədər bütün mənim ölənlərimi düzəcək stroya. Bilirsən də Süleyman Avçarka ananı bacını göndərir Antalyaya. Mən buradan buraya bir tərəfə gedəndə müsibət düşür. 15 də mən 30. Mayın 15-nə bitər biz enzamdan götürərəm enzamla. Oradan gələrəm də neyini? Yemək aparacaq. Keçən dəfə yadındadır biz nə çəkdik. Yemək götürəcəksə indidən deyirəm bilonçaq zad eləyərəm, bilonçaq. Vay, indidən dedik. Yaxşı oldu. Məsəl. Demək, mən uşağın başını da yuvaram, bədənini də yuvaram, elə təmiz gələrik. Qəbələ yaxşı yerdir. Gedək. Bir daha səndən istədiyim odur ki, mənim motor üstü otuzdurma. Keçən dəfə motorun üstünə düşmüşdüm. İnan durandan sonra da güp eləyirdi mənə. Qarnım gürülüyürdü. Motorun səsi qarnıma təsir eləmişdi. Hər dəfə elə evə də gəldim. Neçə gün elə bildim motor mənim qarnımdadır. Mənə motor üstü otuzdurma, neyinizə gələrik. Uşağımı heç nədən geri qoymaram. Qəbələyə? Vay dədə, gediriksə Zaqatala şəki olsun da. Elə istəyirəm Zaqataladakı şəkini görüm. Deyirlər şəki Zaqatalanın içindədir. Mən istəyirəm, gedək. Qardaşım pul verər. Arvadın qoymur, əyri qıçı qısqanır. Baxcar var, heç olmaz bu gözəl kukla qız evdə qalmışım. Həmən gəlirəm. Amma eləyin Zaqatala olsun, şəkini görmək istəyirəm içində. Qoz fındıqla. Gəlirik, ay zaman. Mən Qəbələyə gəlirəm. Amma mənim yoldaşım Zaqatala şəkiyə qoymaz da, ora biraz uzaqdır. Qəbələyə gedək. Keçən dəfə də getdik də, yəni. O elənçi olmasın. 30 dedin, 35-ə çıxdı. Ora gedənə qədər 40 verəcək də belə denəm. Nə yemək götürəcək, nə yiyəcək, onu da bir dənə deyərdin də. Mənim uşağımın azılı kitabı iti, bunu bir dənə kim valideyn qoysun da orada. Hər dəfə zəhri maraqası uşağımın kitabını götürürlər. Ədəbiyyatdan nə verir, bir dənə onu deyərdin. Mən bacı, sən ərin nə hara qədər icazə verirsə, ora qədər gedirik də. Ev yox, Zaqatalaya gedirik, qrup ev yox. Biz keçən dəfə Quba Nohorgölə gedirik. Quba idi, Qusar idi, Nohorgölə gedirdik. Nohorgöl adı ilə evdən çıxdıq, getdik Qubanın meşələrində. Mənim orada yadımdadır, Napolyonum orada çürüdü. Getdik bir dənə girək restorana, restoran bizi yeməklə içəri buraxmadı. Dedi adam başı şot verir 150 manatdan, mənə bilim nə qədər. İndi müəllimənin də yol pulunu verir. Müəllimənin yol pulunu biz niyə veririk? Bizdən gəlir, biz onun yol pulunu da veririk. Üstəlik əlavə də pul da veririk ki, bizdən gəl. Qızım, nə yaxşıymış müəllim olmaq. Kül axlıma oxuyub müəllim olsaydım, indi dağı üstə qoymuşdum. Ay vay, gəlirik. Qəbələ gözlə bizi, gəlirik. Sələr sarayımız qol diyor. Müəlliməni götürbəsi olmaz. Neynir ki, güya? Avara da ağac qabağında şəkil çəkdirməklə yadıma o 4 fəsil düşdü. Vinetka, nə zülüm çəkdik, 4 fəsil biz oranı buranı gəzdik. Axırda Vinetkaya baxdım, uşağım ancaq ağacın qabağında şəkil çəkdirim. Fəsillər orada qeyd olunmayıb. Nəysə, o tikan hələ məndə qalıb. İndi Qəbələyə gedirik. Qəbələdə hara gedirik? Yenə yol üstü bir ağacın dibində oturub yemək yiyəcəksə, bu da burada Bakıda botanika bağı. Zıq. Gərək Qəbələyə gedək hələ. 30 manat bizi burada özümüz gəzə bilməzdik. Burada adı bir yerə piknik edəyək də. Bu Sevgililər Parkı, Həzi Aslanov. Nə qədər burada park var? Biz gərək əlimizdəki yeməyi gedək Qəbələ meşəsində yiyək. Bizi hansı restoran götürər bizləri? Niyə biz belə hər dəfə eyni səhv edirik? Burada yenə də plan müəlliməyə hədiyyə verməklə bir şey. Ay bir müəllimənin cibini doldurmalıyıq, odur. Gəlirəm, mən saray yanır o təndirə voyda, pulu xərcirə məktəbə 1 ay qalıb, nəzir niyaz verirəm ki, bunu da ötürüm geçsin. Gəlirəm.
Pensiyam bu vaxtı verilərsə, hə, gedərik. Verməzlərsə, mən bilmirəm. İndidən söz verməyim. Gedək, mən də belə şaqqıllamağı, cavanlarla oturmağı sevirəm. Hə, gələrik, niyə gəlmirik ki? Belə baxanda 5 manat da bir şeydir. Müəllimə üçün yığay verəyi, eybi yox. Onsuz da söz eləməyin. Cavanlar hər şeyə belə əsəbləşməyin. Biz o dövrdə necə idik? İndikilər hər bir filfiləyə əsəbləşirlər. Telefon edir, hamının evin telefon yıxır. Gələrik, Qəbələyə gedirik.